Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə Mehmet Nəşriyyatının ədəbiyyat test toplusundan Cəfər Cabbarlı mövzusunda olan sualların izahına baxacağıq. İzaha keçməzdən əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə 055 889 44 59 nömrəsinə yazın və ya zəng edin. Keçək sualların izahına. Birinci sualda deyir ki, Cəfər Cabbarlının ana şeirinin məzmunu haqqında fikirlərdən birini əminliklə demək olmaz. Aha. A variantdadır ki, lirik qəhrəman belə düşünür ki, bəşəriyyətin ona düşmən olması onun halını dəyişməz. Bəli, düşünür. Elə birinci bətdə bu fikir deyilir ki, əgər bütün bəşəriyyət ədüvvü canım ola, doğrudur. B variantda yalnız anasının lirik qəhrəmanı bağrına basması ona təsir edib, vücuduna əsər edə bilər. Bəli, bu da doğrudur. Hər ikisi var əsərdə. C variantında lirik qəhrəman heç kimin ayağına yıxılmaz, qarşısında baş əymez. Bu səhvdir ki, heç kimin qarşısında baş əyməyər, amma yalnız bir şəxs var ki, nə güclüdür, nə zəif. Anadır o şəxs ki, onun qarşısında mən hər zaman itaətdəyəm, baş əyirəm. Ona görə C variantı səhvdir. C variantı bizim cavabımız olmalıdır. Daha sonra ikinci sualda deyir ki, Oktay və Səməd bəy obrazlarını müqayisədə uyğun fikirləri müəyyən eləyin, oxşar və fərqli cəhətlərini axtarırıq. Oktay ilə Səməd bəy. Deməli, sənəti teatr fədailərinin düşüncələrini anlaya bilmir. Oktay anlayır. Səməd anlamır. Bu ortaq deyil. Rüşvət olan vəzifələrdən uzaqdır, Oktaya aiddir. Səməd təklif edir ki, rüşvət olan vəzifəyə getsin. Ortaq deyil bu. Fərqli düşüncə atası vəfat etdikdən sonra dükan bağlanmış, malı dağılmışdır. Bəli, biz haqqında deyilmiş fikirdir. Atası vəfat etdikdən sonra dükan bağlanıb, mal dağılmışdı. Bunu Oktay özü səsləndirir. Hətta Səməd bəylə dialoq zamanı. Bəli, bu fərqli cəhətdir. Sonra 4-də xalqa görə özünü unutmaq fikrinə qarşıdır. Təbii ki, bu da Səməd bəyə aid fikirdir. Oktaya aid fikir deyil, fərqli cəhətlərdir. 3-4 cavab olmalıdır C variantı. Daha sonra 3-cü sualdadır ki, sual işarəsinin yerinə hansı variant yazılmalıdır? Hüseyn Cavidin ana əsəri, Cəfər Cabbarlının ana əsəri, Cabirin Oğuzun mən bizim anaları günəşlə tən tuturam. Bir də ki, Manqurt əsəri üçün ortaq cəhət axtarırıq. Ortaq cəhət axtarırıq. Deməli, nəzmlə yazılıb, xeyr, ana nəzmlə yazılıbdır. Bu da nəzmdir, bu da nəzmdir. Həmçinin bu da, amma Manqurt əsəri nəsrdəndir. Müəllifin anaya olan rəğbətini görürük. Bax, bunu aid eləmək olar. Üçü üçün də ortaq cəhətdir. Müəllifin anaya olan rəğbəti dördü üçün də ortaq cəhətdir. Daha sonra dördüncü sualda ana şeiri ilə bağlı hansı fikir yanlışdır? Deməli, A variantında şeirin son bəndində adını çəkən şair anasına itaətdə rahib kimi olduğunu deyir. Müəllif özünü ananın qarşısında ibadətdə, itaətdə rahibə, ibadətdə də qula bənzədir. Bu fikirlər var, amma bu sonuncu bənddə deyil. Bu bir. İkincisi də müəllif əsərdə son bənddə öz adını çəkmir. Bu yanlışdır. Cavabımız da məhz A variantı olmalıdır. Daha sonra 5-ci sualda deyir ki, obrazların teatra münasibətində cədvəldəki uyğunsuzluğu müəyyən edin. Oktayın münasibəti və Aslan bəyin münasibəti. Baxaq. Bir də deyir ki, Oktayın uyğunsuzluq istəyir. Oktayın xalqın tərəqqisində teatrın rolunu yüksək qiymətləndirir. Oktay bəli qiymətləndirir, doğrudur. Teatr yaratmaq, xalqı ora cəlb etmək yolunda yoldaşları qədər çalışır, yoldaşları qədər. Oktay əksinə yoldaşlarından qat-qat çox çalışırdı. Bu uyğunsuzluq yaradır. Sonra Aslan bəyin münasibəti, ailəsindən heç kimin teatra gəlməsinə icazə vermir, bacısını özü gətirir də. Ara bir. Bu səhvdir. Sonra düşünür ki, teatra getmək insanın xarakterini inkişaf etdirir. Sadəcə o elə görünməyə çalışırdı. Yəni inkişaf etdirdiyini heç düşünmürdü. Ona görə bu yanlışdır. Cavab olmalıdır 2, 3, 4 variantı. 6-cı sualda deyir hansı fikir xanaların heç birində yazıla bilməz. Oktay nədir? Aslan və Daniyar haqqında ikisinə də aid olmasın deyir. İkisinə də aid olmasın. Teatra alçaq yer kimi baxar. Əslində hər ikisinə aiddir bu. Yuxarı dairələrin yanında mədəni görünməyə çalışır. Bu Aslan bəyə aiddir. Teatrın inkişafı bu obraz üçün önəmli deyil. Bu da hər ikisinə aiddir. Aktyorları yazıq hesab edir Aslan bəydir bu. Oktayın ən az ruslar qədər istedadlı olduğunu düşünür. Bu da Firəngizdir. Bu da bir variantı.
Əsir külək bağır, ey bəhri biyaman ləpələn, atıl cahana sən, ey yıldırım, alış, parla, gürulda taq-i səmavi, gürulda çatla dağıl, sən ey günəş yağışın yağdır, ey bulud ağla. Deməlidir ki, ana əsərindən verilən bəndlə bağlı hansı fikir yanlışdır? Deməli, şair fırtınalı dənizə müraciət edərək ləpələnməyi istəyir, bəli, doğrudur. Birinci misrada metafor var. Təbii ki, atıl cahana, ildırma, cahana atılmaq, alışmaq, parlamaq. Ə, yəni deyək ki, alışmaq, parlamağı ildırıma aid eləsək belə, yəni atıl cahana, cahana atılmaq təbii ki, ildırıma aid xüsusiyyət deyil, metafordur bu. Bəli, doğrudur. İldırımın cahana atılması istənilir. Bəli, elə birinci misrada bu istənilir. Bütün misralarda metafor var. Birincisində var. Ə, Dağıl deyir. Ey səma dağıl. Təbii ki, dağılmaq ona aid xüsusiyyət deyil. Sən ey günəş yağışın yağdır. İnsan kimi şəxsləndirilib günəş. Burada da var. Sonra birinci misrada da külədir ki, bağır. Bütün misralarda metafor var. Bəli, bütün misralarda metafor var. Şair günəşdən istilik yağdırmasını istəyir. Varmı elə bir şey? Xeyr. Yəni istilik yağdır demir. Səhv E variantıdır. 8-ci sualdadır ki, qurulan cədvəldən doğru və yanlış fikirlərin sayı bərabər olmalıdır. Boş xanaya hansı fikri yazsa bu qayda gözlənilir. Baxaq. Baxırıq ki, birinci fikir Nadia Firəngizin teatra yanaşmasında uyğunluq var. Bu doğru fikirdir. İkinci fikirdir ki, Oktay kasıblıqdan qurtulma şansı olsa da bundan istifadə etmir. Bəli, bu da doğru fikirdir. Sonra burada verilən fikir Oktay üzüyünü verir ki, Tabasaranski çıxıb getməsin, bu səhvdir. Ivanovskinin pulunu vermək üçün bunu eləyir daha doğrusu. Bu səhvdir. Bura nə yazılmır? İkisi düzdür, biri səhvdir. Bu bərabərləşdirmək üçün nə etmək lazımdır? Burada yanlış fikir yazmaq lazımdır. Firəngizin atası dini fanatizmin əsiri idi. Bəli, doğrudur. Fanatik dindar idi. Firəngiz əsərin sonunda qətiyyətli addım atır ki, səhnəyə çıxır. Doğrudur. Əsərin sonu romantik məntiqlə yazılıb. Təbii ki, bu doğrudur. Romantik məntiq. Bu vaxt sonda Oktayın sarsılmağının əsas səbəbi Firəngizin dönüklüyü olur. Bu səhv götürülür hər zaman. Bu fikir testlərdə çox çıxacaq qarşınıza ki, Oktayın sarsılmağının əsas səbəbi Firəngizin dönüklüyüdür, amma bu doğru götürülməyəcək. Çünki bu məhdudlaşdırmaq olur Oktayın fəaliyyətini. Bu teatrı qura bilməməyidir. Buna aid səbəb kimi götürə bilərik. Cəmiyyətdə ikiyüzlülük görməsidir, teatr yoldaşlarının ikiyüzlülüyün görməsidir, həqiqət görməməsidir və s. bu tip səbəblər. Firəngiz də səbəblərdən biridir, amma təkcə əsas səbəb kimi qəbul olunmur. Ona görə cavab olur D variantı. Daha sonra 9-cu sualdadır ki, əgər bütün bəşəriyyət, yəni ana şeirinin birinci bəndidir, şeirindən verilən bəndlə bağlı hansı fikir cədvəlin sol xanasından sağ xanasına keçməlidir? Qısası hansı fikir yanlışdır? Onu axtarırıq. Deməli, burada ədüv düşmən deməkdir. Bəli, doğrudur. Alimlər 1000 ildə qiyamətdən, dəhşətindən danışırlar. Lirik qəhrəman yenə alçalmaz. Yəni, bəli, heç mən bundan qorxmaram, alçalmaram buna görə. Doğrudur. Daha sonra C variantı şairin ürəyi aldığı mətanətlə güclüdür. Bəli, deyir ki, ürək süqut etməz aldığı mətanətdən. Əksər misralarda inversiya var. Birinci misrada varmı? Yox, birincisində yoxdur. İkincisində var, üçüncüsündə var. Dördüncüsündə 1000 ildə vəz edələr yenə var. Deməli, birinci misrada yoxdur. Doğrudur bu. Şair bəşəriyyətin canına düşmən olmasının səbəbini alimlərin onun haqqında yalanlar uydurması kimi izah edir. Təbii ki, səhvdir bu fikir. Cavab olmalıdır E variantı. Yəni, alimlər 1000 ildə qiyamətdən vəz edilər, mən bunun qarşısında alçalmaram deyir. Yəni, burada bəşəriyyətin canına düşmən olmasının səbəbi göstərilmir. E variantı səhvdir. Onun sualda Oktay Eloğlu əsərin faciə olduğunu bilən şagird əsəri oxumadan hansı fikirləri əminliklə deyə bilər? Yəni, faciə haqqında doğru fikri müəyyən edin. Fikir budur. Əsərin sonu baş qəhrəmanın ölümü ilə sona çatır, səhvdir. Bütün faciələrdə baş qəhrəman ölmür. Məsələn, Hüseyn Cavidin Ana Mənzum faciəsində ana ölürmü? Xeyr. Səhvdir. Əsərdə dialoqlar üstünlüyü təşkil edir. Bəli, təbii ki, bu istənilən drama əsəri üçün deyilə bilər. Əsərdə remarkadan istifadə olunub, istənilən drama əsəri üçün deyilə bilər. Bu da nəsrlə yazılıb, xeyr, faciə nəzmlə də ola bilər. Deməli, 2-3 cavab olmalıdır B variantı. Daha sonra 11-ci sualda deyir ki, ana şeirinin təhlilinə hansı fikirlər doğrudur? Bədii forma və bədii məzmun. Deməli, 1. Şeirin ideyası anaya hörmət və məhəbbətdir. Bu forma ilə bağlı deyil, bu məzmunla bağlıdır. Lirik qəhrəman yalnız anası qarşısında əyilə biləcəyini
deyil, bu da məzmunla bağlıdır. Yazısı ona samanı versələr, əqidəsinin dönməyəcəyini deyir. Bu da məzmunla bağlıdır. Götürmürük bunları. Sağ tərəfdən məzmunla bağlı verilən fikirlər var. Anası şairi bəla dənizində də yuvarlasa, ona elə gələr ki, istirahət məclisindədir. Bəlidir ki, əgər ana əli ilə yolla yuvarlansam, yəni bəla bəhrinə, zənn edirəm ki, bəzmi istirahətdir. Doğrudur. Şeirin misra-daxili bölgüsündə bütöv söz prinsipinə əməl olunubdur. Bu əruz vəznindədir. Bu bütöv söz prinsipi gözlənilmir. Bu bir. İkincisi də bu məzmunla yox, forma ilə bağlıdır. Bu da götürülməz. Yalnız 4 olar C variantı. 12-ci sualda Oqtay Oloğlu əsərinin məzmunu ilə bağlı yanlış fikri müəyyən edirik. Eləyək. Deməli, əsərin əvvəlində ilk pərdədə Aslan teatrda idi, Bəli teatrda olur. Doğrudur. Və sadəcə onlar gizlin gəlirlər Oqtayın yanına. B variantında Səməd bəy Oqtaya özünün də xalq üçün çalışdığını deyir. Bəli, deyir, doğrudur. Deyir ki, mən də çalışıram, amma ki, yəni ailənə qurban vermək olmaz axı. Mazandarovski Firəngizin məktubunu oxuyub Oqtaya verir. Bəli, əvvəl özü oxuyur, sonra Oqtaya verir, doğrudur. Daha sonra D variantındadır ki, Nadia'nın fikrincə Oqtay Karlı ruslardan daha yaxşı oynayır. Bu Nadia'nın fikri deyil. Düzdür, bu fikri Nadia səsləndirir, amma Firəngizin fikri olaraq səsləndirir. Cavab D variantıdır. 13-cü sualda hansı fikrin qarşısında göstərilən əsərə aid deyil? Aha, fikirlər verilibdir və görürsünüz ki, nə deyirlər? Həmin fikirlərin aid olduğu əsərlərdə verilibdir Oqtay Cəfər Cabbarlının əsərləri. Baxaq görək uyğundur yoxsa yox. A variantdadır ki, müasir həyatla teatrın əlaqəsinin gücləndirilməsi əsərinin qəhrəmanının fəaliyyətində mühüm yer tutur. Doğrudur, teatr fəaliyyətinin genişləndirilməsi ilə bağlıdır dönüş əsəri, bu doğrudur. Əsərin əsas qəhrəmanları əldə etdikləri elmi nailiyyətləri kənddə uğurla tətbiq edilir. Yaşar əsərində və bu doğrudur. Qəhrəman cəsarətli addımları ilə birlikdə yeniliyə qənim kəsilənlərin ümidlərini puça çıxarır. Bəli, Almaz əsəri yenilik mövzusunu yazmış əsərlərdən biridir, doğrudur. Daha sonra qadın azadlığı problemi qaldırılıb, dönüşdə xeyr, qadın azadlığı qaldırılmayıbdı. A variantında verilən fikir dönüşə aiddir. Orada teatr səhnəsinin repertuarının genişləndirilməsindən danışılır. Cavab D variantı. 14-cü sualda hansı obraza aid fikir yanlış fikir verilibdir? Oqtay Oloğlu əsərindən. Aha, baxaq fikirlərə. A variantında Rüstəm İvanovskiyə Oqtaydan şikayət edir. İvanovskiyə Oqtaydan şikayət edir. Oqtay, Rüstəm? Yox, eləmir axı. Eləmir. Səhv A variantı olmalıdır. Yenə də digər fikirlərə baxaq. Şəqqulu tamaşanın baş tutacağına inanmırdı. Bəli, doğrudur. Dəfələrlə bunu dilə gətirir hətta. Bu doğrudur. Tabasaranski rejissor olsa da işinə məsuliyyətsiz yanaşırdı. Bəli, bu da doğrudur. Bu da əsərə aiddir. Səməd bəy Oqtayın nişanlısının özgə ilə evləndirilməsini onun dilindən eşidirik. Bəli, deyir ki, əmin də sənin nişanlını ayırıb səndən ki, bəs qadın paltar yerinə bir şərh vermərəm qızımı. Hər zaman xurafat əsəridir. Bəli, bu da doğrudur. Hər şeyi həll etmək üçün qızını götürüb Kəbəyə getmək istəyir. A variantı, yəni cavab olmalıdır A variantı. İvanovskiyə Oqtaydan şikayət edir. Bu Rüstəmə aid fikir deyil. Yanlışdır. 15-ci sualda Cəfər Cabbarlının yaradıcılığı ilə bağlı hansı fikir yanlışdır? Yaradıcılığa ilk şeirlə başlayan şair həm epik, həm də dramatik növdə əsərlər yazmışdır. Bəli, yazıbdır. Doğrudur. B variantda şeirlərinin müəyyən hissəsi satirikdir. Bəli, var. Satirik məzmunlu şeirlərdir. Maarifçi realizm sənətkarının yaradıcılığında yalnız lirik və epik növü əhatələmişdir. Xeyr, dramatik növü də geniş şəkildə əhatə edir. Cavab olmalıdır C variantı. Sonra Oqtay Oloğlu ilə aydın əsərlərini müqayisə edirik. Cəmi 3 dənə fikrimiz var. Baxaq fikirlərə. Deməli, nə istəyir bizdən? Uyğun istəyir. 1. Uğrunda çarpışdığı qayəni bütün incəlikləri ilə dərk edir, taleyi uğurlu olur. Oqtay Oloğlunun taleyi uğurlu olur, təbii ki, xeyr, səhvdir. Etirazçı olsa da konkret məqsədi yoxdur, bu Oqtaya aid fikirdir, səhvdir. Dəqiq mübarizə rolu, dəqiq mübarizə yolu yoxdur, bu uyğun gəlir. Məsələn, Oqtay Oloğlu ən azından həqiqət axtarır, ən azından həqiqət axtarır. Aydın nə axtardığını bilmir. Aydın nə axtardığını bilmir. Onda buradan cavabımız elə məhz 3 olmalıdır, hə? 3 olmalıdır. 17-ci sualda əsərin ideyasının əsasında dayanır. Nöqtələrin yerinə hansıları artırsaq alınan fikir doğru olar. Oqtay Oloğlu əsərinin ideyasını
axtarırıq. Deməli, bir, mədəni gerilik ideya ola bilməz. Mədəni geriliyin aradan qaldırılması, mədəni geriliyin tənqidi və s. bu tip məzmunda fikir olsa daha uyğun olar. Gerilik ideya ola bilməz. Səhvdir. Daha sonra Çar Rusiyasının işğalçılıq siyasəti bu da ideya ola bilməz. İnkişafa qənim kəsilənlərin güclü olması bu problemdir. Bu da ideya deyil. Sonra Azərbaycançılıq idealı, Azərbaycançılıq burada qabardılmır. Nə oldu? Cavab çıxmadı ki. Yenilik uğrunda mübarizə aparanların böyük maneələrlə üz-üzə gəlməsi, üstə bu da problemdir. Burada nəyi götürüblər? Verilən fikirlərin qoyulması biraz düzgün deyil. Məsələn, burada birincisində olsaydı mədəni geriliyə qarşı mübarizə bu ideya olardı. Amma mədəni gerilik bu ideya ola bilməz. Yəni düşünün ki, ideya nədir? Sizə təbliğ olunan. Mədəni gerilik necə sizə təbliğ olunmuş ola bilər? Bu ideya ola bilməz. Məsələn, iki ümumiyyətlə yoxdur, atın qırağa. İnkişafa qənim kəsilənlərin güclü olması bu ideya deyil, bu problemdir. İnkişafa qənim kəsilənlərlə qarşı mübarizə olsa bu ideya olar. Sualda qüsur var. 18-ci sualda Oqtay Yoloğlu əsərinin məzmunu ilə bağlı qurulan cədvəldəki uyğunluğu tapırıq. Əsərlə bağlı doğru və yanlış fikirləri seçirik. Deməli, bir, Nadia Oqtaya deyir ki, sənin yanına Aslan bəydən gizlin gəlmişik, bəli deyir. Doğrudur. Oqtayın ailəsi haqqında fikirləri ilə Səməd bəy razılaşır. Xeyr, razılaşmır. Bir-birinə zidd düşünürlər. Yanlışın altından yanlış. Xaspolat tamaşada oynamağı alış-verişdən üstün tuturdu. Səhv dal deyir ki, mənim öz alış-verişim var. Götürürlər. Hətta deyir ki, mən oynamıram, mənim öz alış-verişim var. 4-də deyir ki, Oqtay düşünürdü ki, tamaşanı saxlasaq, xalq teatrdan daha da uzaqlaşdıracaq. Bəli, doğrudur. Oqtay bu düşüncədə idi, götürmürəm ona görə də. Cavab olmalıdır 1-3, yəni C variantı. 19-cu sualda Oqtay Yoloğlu əsərinin mövzusu, problemi və konflikt. Mövzu, problem və konflikt. Deməli, baxaq. A variantında mədənilik tərəqqi və inkişaf etmiş xalqlarla bir cərgədə dayanmaq bu mövzu deyil, problem deyil. Məsələn, bu ideyaya uyğun gəlir müəyyən qədər. Bayaqki sualda ideya kimi götürmək olardı. Mədəni tərəqqi və inkişaf etmiş xalqlarla bir cərgədə dayanmaq problem deyil, mövzu deyil. Konflikt də deyil, konflikt yəni müəyyən şəxslər arasında olan problemlərdir. Gözlə biləm, qalsın qıraqda. Düşüncə geriliyinin güclü olması. Düşüncə geriliyinin güclü olması təbii ki, bu problem deyil. C variantında yüksək təbəqə nümayəndələrini ancaq mənsəb var dövlət maraqlandırması təbii ki, bu da problemdir. Qəşəng yazırıq. D variantında burja cəmiyyəti ilə milli mənafe uğrunda çarpışan həqiqi ziyalıların mübarizəsi təbii ki, bu nədir? Konfliktdir. D variantını konfliktə qoyduq. Daha sonra E variantı yerli və ya dilli ağaların Oqtay kimilərə qarşı mübarizə apardığı əks təbliğatın təşviqi. Necə? Yerli və ya dilli ağaların Oqtay kimilərə qarşı apardığı əks təbliğatın təşviqi bu da E variantı. Heç birinə uyğun gəlmir əslində. Yəni, sırf əsərin problemi demək olmaz buna. Müəyyən qədər bəlkə də konfliktə yazmaq olar. Mövzuya da uyğun gəlir. Məsələn, fikir verirsə, mövzuya uyğun variant verilməyibdir. Mövzuya uyğun nəsə çıxmır buradan. Mədəni tərəqqi və inkişaf etmiş xalqlarda bəlkə də A variantının müəyyən qədər ideyadır əslində bu. Mövzuya veriblər bəlkə də, bilmirəm. Bəlkə də bunu veriblər bura. Amma ki, yəni burada mövzu da yox, daha çox ideyadır. İdeyadır. 1-ə D yazılar, 2-yə BC yazılar, 1-ə D, 2-yə BC. Belə bir variantda yalnız E variantındadır. Amma sən fikir verirsə, burada A-nı mövzuya yazıblar. Dediyim kimi, bu mövzu yox, ideyaya daha çox uyğun gəlir. Sonra 20-ci sualda hansı məqamlarda uyğunluq pozulubdur Oqtay Eloğlu əsəri ilə bağlı? Deməli, taley uğurlu olmur, bəli, doğrudur. Dost tanışı, qohum əqrəbası ondan üz döndərmişdi, doğrudur. Milli teatr yaratmaq yolunda ciddi çətinliklərə qarşılaşır, bəli, qarşılaşır, doğrudur. Firəngiz, səhnəyə can atsa da bunu yalnız əsərin əvvəlində bacara bilir, səhvdir. Səhvdir, sonunda görürük biz onu. Öz günahı ucbatından Oqtay tərəfindən öldürülür. Yetimin yazığı nə günahı vardı ki? 5 də səhvdir.
4-5 cavab olmalıdır D variantı. 21-ci sualda Cəfər Cabbarın Oktay Eloğlu faciəsindən verilmiş bu misralar kimin dilindəndir və kimə müraciətlə söyləyir? Xalq və mən bu iki sözü bir yerə sığışdırılmaz. Təbii ki, bu Oktay ilə Səməd bəyin dialoqundandır. Oktay Səməd bəy deyir. Oktayın dilindəndir. Səməd bəy deyir. Cavabımız A variantı olmalıdır. 22-ci sualda ana şeirinin məzmununa aiddir. Əruz vəzninin əruz bu formada. İlk qəhrəman acizliyinə yer verilmir. Ana qarşısında deyir acizəm. İlk qəhrəman ana zəhməti olmasaydı bu günlərə çata bilməyəcəyini ifadə edir. Belə bir fikir yoxdur. Özünü ana qarşısında kölə kimi göstərən qul lirik qəhrəmanın mənəvi ucalığı əks olunub bunu göstərə bilərik. Burada kölə və ya qul eyni anlama daşıyır. Cavab olmalı D variantı. 23-cü sualda el üçün ağlayan gözdən olar ifadəsi Cəfər Cabbarlının Oktay Eloğlu əsərində hansı obrazın xüsusiyyətlərini ümumiləşdirir? Təbii ki, söhbət Oktaydan gedir. Daha sonra 24-cü sualda Elxan obrazından hansı əsərlərdə istifadə olunmuşdur? Deməli, Aldanmış Kəvakibdə yoxdur. İblisdə Elxan obrazı var. Qaçağı idi, doğrudur. Vaqifdə Elxan yox, Eldar var. Od gəlinində əsərin qəhrəmanı Elxan obrazıdır. 2-4 cavab olmalıdır. C variantı. Daha sonra 25-ci sualda Cəfər Cabbarın Oktay Eloğlu faciəsində Firəngiz obrazı ilə bağlı verilənlərdən biri yanlışdır. Səhvi seçirik. Deməli, A variantında müəllifin sevə-sevə yaratdığı qadın obrazıdır. Təbii ki, Oktay onun yaratdığı teatrı, səhnəni sevir. Bəli, doğrudur. Atası adı zaman qızı Firəngizin teatra getməsini müsbət qarşılayır. Təbii ki, səhvdir. Həddən artıq hirslənir. Biabırçılıq, sair və s. Cavab olmalıdır C variantı. 26-cı sualda Oktay Eloğlu faciəsində Oktay Karlı ruslardan yaxşı oynayan fikri kimə məxsusdur? Bu Firəngizə məxsusdur. Nadia da səsləndirir, amma fikir Firəngizə məxsusdur və bunu Oktaya kim deyir? Fikir Firəngizə məxsusdur, amma fikri deyən Nadiyadır. Cavab B variantı. Daha sonra 27-ci sualda ilk Oktay Eloğlu əsərində Dursun Oktayın üzüyünü kimə verir? İvanovskiyə vermişdi. Cavab E variantı. Daha sonra 28-ci sualda deyir ki, Cəfər Cabbarlının Oktay Eloğlu əsərindəki Oktay obrazı ilə bağlı verilənlərdən biri səhvdir. Öz idealı uğrunda mübarizədə ciddi çətinliklərlə qarşılaşır. Təbii ki, doğrudur. Daha sonra B variantında millət sənət teatr idealının daşıyıcısıdır, doğrudur. Yeniliyi sözdə qəbul edənlərdəndir. Təbii ki, səhvdir. Bu fikir Aslan bəyə aiddir. Cavab olmalıdır C variantı. Ana şeirindən verilmiş nümunədə hansı təsvir vasitəsi işlənmişdir? Əsey, külək, metafor. Bütün misralarda metafor var. Bayaqki testimizdə artıq bunu demişdik. Məsələn, deyir ki, bağır, küləyə deyir, bağır. Bu nədir? Metafordur. Bax, küləyə bağıra bilməz axı. Cavab olmalıdır B variantı. Daha sonra 30-cu sualda Oktay Eloğlu əsərindəki uyğunluqlardan biri səhvdir. Deməli, deyir ki, Oktay başqalarında səhnə, mədəniyyət, hər şey var. Bəli, Oktay bunu deyir. Firəngiz, mən çox arzu edirəm ki, bizim də dilimizdə belə teatrlar olaydı. Bəli, Oktaya deyir bunu. Tamara, Rastiti, ancaq bu qız rahat olmur. Tamara. Azərbaycan danışa bilmirdi, doğru danışırdı, pis danışırdı. Ancaq bu fikir, doğrusu bu sözlər Nadiyanın dilindəndir, Tamaranın dilindən deyil. Bu qız rahat ola bilmir, olmur. Bunu da Firəngiz haqqında deyir. Cavab olmalıdır C variantı. Hələlik bu qədər. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə 055 889 44 59 nömrəsinə yazın və ya zəng edin. Qeyd edim ki, növbəti tədris ili üçün dərslərimizə artıq qeydiyyat başlayıbdır. Həm abituriyent, həm MİQ, həm də digər bütün sektorlar hazırlıqlarımız var. Bunun üçün də gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun.